Daya işi var yoldaşlar. Mən sizə daya işindən bəhs etmək istəyirəm. Daya işi biri 850 manatlıqdır, inqilabdadır. 1 yaş 4 aylıq uşaq üçündür. 9-dan 8-ə kimidir. Yəni 13 saat eləyir. 11 saat eləyir. Nəysə, 850 manatlıq bir işdir. Bura hicablılar üçün deyil yoldaşlar. Rus dilli olmalısınız. Və belə bir variantı var. Və 3 ildən az olmayan bir iş təcrübəniz olmalıdır. Daya üzrə xəbəriniz olsun. Bu bir variantıdır. Digər bir variant da var. 800 manatlıq variantı var. Bu da sizdən 3 yaşında olan uşağa baxmağı tələb eləyir. 40-45 yaşlı olmalısınız. Maaş da 800 manatdır. Yemək də pişirməyi tələb eləyir sizdən. 3 ildən az olmayan iş təcrübəsi tələb eləyir. 9-cu mikrorayon tərəfdə olmalıdır. Bir də var 900 manatlıq. Bu isə Nərmanovdadır. Bu da sizdən hicablı olmamağınızı tələb eləyir. Nərmanovdadır. 35-45-48 yaş olmalısınız. 35-48 yaş. Daxil olaraq ən az 2 il iş təcrübəniz olmalıdır. Evdə 2 dənə uşaq var. Biri 11 yaşdadır, məktəbə gedir. Digəri 2 yaşlı oğlan uşağıdır. Burada ev işləri də görəcəksiniz, xəbəriniz olsun. Bu işlərdə müraciət dəstək istəyir və yaxud da digər işlərlə də tanış olmazsa, ümumiyyətlə iş tapmanızı səsini çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsinə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi siz bu videonu harda görürsünüz? YouTube-dan mı görürsünüz? YouTube-dan mı görürsünüzsə, YouTube-da görürsünüzsə, videonun adında qeyd olunub. Yox, əgər siz bu videonu TikTok-da görürsünüzsə, o zaman bu videonun adının altında Toğrul Özov sözü var. Həmin o sözü toxunaraq Toğrul Özovun TikTok kanalına daxil ola bilərsiniz. Kanala daxil olduqdan sonra da diqqət eləsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.